Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vüsal Kazımov 1990-cı il dekabrın 17-si Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. O, Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Lənkəran Dövlət Universitetinin fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı ixtisasına qəbul olub. Universiteti fərqlənmə ilə bitirdikdən sonra N sayılı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. O, həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işə başlayıb. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin Qiyabi şöbəsində İqtisadiyyat və İdarəetmə fakültəsinin mühasibət uçotu və audit ixtisası üzrə bakalavriat səviyyədə təhsil almışdır. Vüsal Kazımov 2-ci Qarabağ müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə Xocavənd rayonunun işğaldan azad olunmasında iştirak etmişdir. O, 27 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Vüsal Kazımov Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilmişdir. Ailəli idi. 2 övladı yadigar qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Baş Leytenant Kazımov Vüsal Kamranoğlu ölümündən sonra vətən uğrunda Xocavəndin Füzulinin azad olunmasına görə və igidliyə görə medalı ilə təltif edilmişdir.